Bugünkü videomuzda serverler, security insanları və bəzilərinizin tanışlarından eşitdiyi, bəzilərinizin hazırda istifadə etdiyi, bəzilərinizin vaxtı ilə yoxladığı, bəzilərinizin də keçməyə tərəddüd etdiyi bir proqram təminatından bəhs edəcəm. Yəqin ki, thumbnail və başlıqdan nədən bəhs etdiyimi başa düşdünüz. Bəli, bu videoda Linux'dan danışacağım. Həqiqətən, nədir bu Linux? Siz bu videoya baxarkən mən də bu sualınıza cavab verəcəm. Bu mövzuya girmədən əvvəl bilməyənləri Linux dediyimiz şeyin əslində nə olduğu haqqında məlumatlandırmaq lazımdır. Linux tək başına bir əməliyyat sistemi deyil, bir kerneldir. Kernel isə proqramların hardware ilə qarşılıqlı əlaqəsini təmin edən ara proqram örtüyüdür. İlerleyen videolarda mövzunu daha geniş ələ alacağıq diyorum. Ama bu bir başka videonun konusu. Eğer kaçırmak istemezseniz kanal bildirimlerini şimdi açmayı unutmayın. İndi isə Linux haqqında ətraflı danışaq. Linux kernelinin yazılma hikayesi Finlandiyalı programist olan Linus Torvalds ile başladı. So Nvidia, you. O mahiyyətcə o zamanlar ən çox istifadə olunan və ən çox tanınan Unix əməliyyat sisteminə bənzər açıq mənbə kodlu bir proqram olaraq çıxacaqdı. Əlbəttə ki, sadəcə kernel ilə iş bitmir. Bizə bir əməliyyat sistemi təcrübəsi qazandırmaq üçün toolkit, yəni bizim dildə desək alət dəsti lazım olacaq. Burada da bizim GNU is not Unix ya da kısaca GNU diye adlandıracağımız toolkit'ten danışmaq vaxtı gəlib çatır. Richard Stallman 1983-cü ildə açıq mənbə kodlu, Unix bənzəri amma Unix olmayan bir əməliyyat sistemi yaratmaq istəyirdi və çıxartmışdı da. Bu əməliyyat sisteminin kernelə ehtiyacı var idi və GNU əməliyyat sisteminin GNU Herd adı verilən bir kernel də var idi. Lakin bu kernel problemli idi. Çox ləng işləyirdi və gözlənilən performansı verə bilməmişdi. Elə bu səbəbdən 1992-ci ildə bir addım atıldı. 1992-ci ildə Richard Stallman və Linus Torvalds öz proyektlərini birləşdirmək qərarına gəlir və GNU Toolkiti ilə Linux kerneli birləşərək bizim bu gün də serverlərimizdə və bir çoxumuzun masaüstü PC-sində işlətdiyimiz GNU Linux yarandı. Amma bir problem var idi. Linux kernelinin bir rəsmi lisenziyası yox idi. GNU Linux proyekti yarandıktan sonra GPL lisenziyası dediğimiz bir lisenziya çıktı. GPL'in açılışı GNU Generic Public License. Bizim dilde desek GNU Ümumi Topluluk Lisenziyasıdır. Diğer açıq mənbə lisenziyaları da başka videoda ele alacağım. Diyorum. Ama bu bir başka videonun konusu. Eğer kaçırmak istemezseniz kanal bildirimlerini şimdi açmayı unutmayın. Amma GPL lisansı haqqında bir məlumat verir. Bu lisenziya açıq mənbə lisenziyasıdır. Bu o deməkdir ki, mən yazdığım bir proqramın mənbə kodlarını hər kəsə açıram və başqa biri bu mənbə kodunu alıb üstünə təkmilləşdirmələr eləyə, onu dəyişə və yayınlaya bilər. Bir sözlə, kod ilə istədiyi kimi oynaya bilər. İndi ağlınızda belə bir sual yarana bilər. Bəs bu Linux kerneli GNU haricində başqa bir yerdə işlənmir ki? Cavab verirəm. Bəli, işlənir. Ən böyük nümunə olaraq Android'i göstərmək olar. Android Linux kerneli üzərinə yığılmış bir əməliyyat sistemidir. Təbii GNU Linux'a əlaqəsi yoxdur. Android hakkında ilerleyen videolarda daha geniş danışacağız. Diyorum. Ama bu bir başka videonun konusu. Eğer kaçırmak istemezseniz kanal bildirimlerini şimdi açmayı unutmayın. Yeter lan yeter! Yeter! Ve bu videomuzdan bu kadar. Başka bir videoda görüşmek ümidiyle sağ olun, salamat kalın.